Birinci Dünya Müharibəsindən öncə bir dəstə nüfuzlu Yəhudi Osmanlı Sultanı Əbdülhəmidin yanına gələrək Fələstin torpaqlarını onlara satmasını və Yəhudilərin ora yerləşməsini istəyirlər. Lakin Əbdülhəmidin cavabı çox sərt şəkildə belə olur. Biz bu günə qədər diri bir bədənə otopsi edildiyini görməmişik. O demək istəyirdi ki, Osmanlı hələ sağdır və bir bədəndir və Fələstin onun bir hissəsidir. Bunu demək istəyirəm ki, bugün bəzi insanlar bu fikirdədirlər ki, Fələstinlilər öz torpaqlarını öz əlləri ilə Yəhudilərə satıb. Xeyr, sizin tarixdən xəbəriniz yoxdur.